Salam əziz şagirdlər. Bugünkü oxu materialımız 9-cu sinifin ingilis dili dərsliyindən səhifə 38-də olan oxu materialıdır. My family and I are planning a holiday and we need some ideas. Mənim ailəm və mən tətil planlaşdırırıq və bizim bəzi fikirlərə ehtiyacımız var. Can you tell me about your favorite holiday destinations? Mənə öz sevimli tətil yerlərin haqqında danışa bilərsənmi? Barcelona, Spain. Barcelona, İspanya. I was there last spring. Mən keçən yaz orada idim. We weren't at the beaches. Biz çimərliklərdə olmadıq. There were so many things to see and do. Walk down La Rambla, visit Sagrada Familia, go to museums, parks and street markets. Burada çoxlu şeylər görə və edə bilərsən. La Rambla'da gəzmək, Sagrada Familia'ya baş çəkmək, muzeylərə, parklara və küçə marketlərinə getmək olar. I am a big soccer fan, so I was at FC Barcelona Stadium. Mən böyük futbol fanatıyam, buna görə də mən Barcelona stadionunda oldum. There wasn't a match, but it was awesome. Burada maç yox idi. Amma heyrətamiz idi. An interesting fact, there weren't any beaches in Barcelona before 1992 and the sand was from Egypt, it wasn't from Spain. Maraqlı faktdır ki, 1992-ci ildən əvvəl Barcelonada heç çimərliklər yox idi və qum Misirdən idi, İspaniyadan deyildi. Alto do Chão, Brazil. It is a small town by the Tapajós River in the Amazon forest. Bu, Amazon meşəsində Tapajós çayının yanında balaca şəhərdir. I was at my aunt's house there last December. Mən keçən dekabr xalamın evində idim. There was a beautiful island across from the town in the middle of the Amazon. Burada Amazonun ortasında, yəni şəhərin qarşısında gözəl bir ada var. We were at the beach every day. Biz hər gün çimərlikdə idik. One day my cousins and I were in the forest and there were some cute monkeys. Bir gün mənim əmim uşaqları və mən meşədə idik və bəzi sevimli meymunlar gördük. They were by the river. Onlar çayın yanında idilər. That was really fun. Bu çox əyləncəli. Bu həqiqətən də əyləncəli idi.